Bugün dəyişikdən biraz danışacağıq. Biraz qorxmuşam Həmzə bu barədə. Küstürdülər məni. Evliliyim 17 yaşında olub. Həyatdakı o yaşadığı şeylər insanı elə bir şilləliyə ayıldır, böyüdür. Mən biraz tez böyüdüm. Döndüm ailəmə dedim ki, siz qarışmayacaqsınız artıq bundan sonra. Səhvim belə olsa, mənim səhvim olsun. Hər gün, hər an yandım Allahım. Ah necə yandım. Çox həssasam bu evlad barəsində. Əziyyət çəkmişsən ona görə. Özümü öldürsəm də Həmzə, istəmirəm evladım sənətə gəlsin. Mənim özümün arzum, istəklərim yarım qalıb. Onlara icazə verməyəcəm. Çox cəsarətsiz olmuşam. Belə oxusan, pul qazana bilməyəcəksən, tələbatda olmayasan, burası da var. Qazanmağı düşünsəydim Həmzə, elə dediyin o yolda olardım. Sənin aksilə görə bilərikmi? Ay Allah, bunlar bayağı oxuyurlar. Bu tərzi görməyəcəksin məndə. Toydan çıxanda dedilər, siz bütün toyları belə günə qoyursunuz. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Hər vaxtınız xeyirli olsun, əziz tamaşaçılar. Bugün dəyişikdən biraz danışacağıq. Amma özəl bir xanımla. Onu belediye show biznesə möhtəşəm girişi ilə tanıdıq. Aygül Arzum. Mənə baxla. Mənə baxın. İndi mən sənə baxıram, suallarımı verirəm. Hazırsan? Xoş gördük. Necəsən? Hazıram. Hər şeydən danışacağıq, amma biraz danışacağıq. Yəni hər mövzuya toxunacağıq. Onu istəyirsən özündən. Siz eləməmirsən də. Sənə heç nə deyə bilmirəm. Tamamdır. Başlayaq onda lap başdan. Mədəni Maarif kollecini bitirmisən. Bəli. Amma müğənni. Əslində çox istədiyim işim şu an davam etdirirəm. Amma evdə özüm üçün oynayırdım. Müəllimə balacalığından. Valideynlərim də məni istəmədilər. Çünki bizdə ailədən var idi deyə. Maman zaten röyədə dəstək olub. Bilinir ki, sənətə müsbət baxır. Anam deyil, ümumi qərar verildi ki, yox da, getsin, gözəl sənət müəllimi olsun. Qərar verildi. Mən də valideynlərimin sözündən çıxmadım. Amma içimdə o həssaslıq qaldı da ki, mən axı arzum, istəyim. Çünki özüm üçün oynayanda da mikrofon əlimdən də düşmürdü. Alırdım daraqla, məşq edirdim güzgün qabanda, veriliş aparırdım özüm üçün, özümü təqdim edirdim. Xəyallar, uşaqlıq xəyallar. Xəyallar amma gerçəkləşdi. Gec oldu biraz Həmzə. Bu cəmiyyətdə, eyni zamanda bir ailədə həm ana, həm ata olmaq çətin deyil ki, sənin üçün? Hər şey sizə gəlsin. Əslində qürur duyuram o hisslərlə. Həm atalıq eləyirəm, həm analıq eləyirəm. Düzdür, atalar uşaqların ayaqdadır, dəstəkdir, onların yanındadır, o ayrı. Amma yük mənim üstümdədir. Məsuliyyət. Hər şey mənim üstümdədir. Həm ata olaraq, həm ana olaraq. Uşaqlarım da belə görürlər artıq məni. Hər şeyə mənə sığınırlar. Çatdıra bilirsən? Çatdırıram, amma bəzən belə gecə girəndə yerim, o ağır yükü hiss edirəm Həmzə. Bütün çiyinlərimə qədər o yorğunluq vücudumda olur. Yəni, Allah gücümü, qüvvətimi almasın, mənim kimi də bütün qadınlara. Yəni, amma fəxr edirəm. Gözəl bir hiss əslində. Amma hər bir qadın istəyər ki, kiməsə söykənsin, həyatında kimsə olsun. Varmı ya bir insan səndə hazırda? Biraz qorxmuşam Həmzə bu barədə. Nədən? Gözüm çox qorxub. Tam rahatlıqla güvənə bilmirsən artıq insanlara. Çox maraqlı bir məqamatı oxundum. Mən bildiyim qədərindən deyirsən, lap başdan hicablı olmuşsan özün. Bu arada əslində mən heç vaxt heç yerdə sual da verilib danışmaq istəməmişəm. Uşaq olmuşam, az yaşlı olmuşam. Mən 9 yaşından mən zaten namaz qılırdım, ibadət edirdim. Sonra elə oldu ki, elə həyatımda elə şeylər baş verirdi, küstürdülər məni. Kim idi küstənlər bəs? Elə birinci ailə qurdum. Həyat olur.
həyat yoldaşımın ailəsi. Məlumatını tam bilmədiyim, tamamilə özünü mənə, indi həyatda yoxdur o insan. Allah ona rəhmət eləsin. Yəni özünü mənə tamamilə fərqli təqdim edib və sonda o 11 ay ondan evli qaldım. 11 ay evli qaldım və o vəfat edəndən sonra 3 günlükdür. Bəli, 2 dəfə ailəli olmuşam. O evliliyim 17 yaşında olub. Məcburi əl verilmişsə? Məcburi deməyək, dediyim kimi mən o qədər ailəmə o qədər önəm vermişəm o barədə ki, onlar necə məsləhət bilir onu. Yəni bu barədə heç fikrim olmayıb. İnanırsan ki, Həmzə, o anlarımı xəyal kimi heç xatırlamaq bəzən istəmirəm. Heç ona görə də heç çox yerdə danışmaq istəmirəm o barədə. Çünki çox pis bir şeydir müdaxilə həyata. İnsanın özü qərar verməlidir. Heç bir yerdə danışsan, mən o qədər şeysən ki, yaxınsan ki, bunu sənə, yəni əslində heç bu barədə danışmaq istəmirəm. Bu 11 ayda nə gördün bəs? 11 ayda mən Şiddət gördün belə? yox, əsla. Mən o insanı heç 11 ayda xəyal kimi gördüm. Çox yaxşı insan idi. Allah ona rəhmət eləsin. Mələk kimi gəldi, getdi həyatdan o insan. Amma ailəsi danışmaq istəmirəm bu barədə. Sən ayrılandan sonra dünyasını dəyişdi yoxsa Yox. evli ola? Evli ola. 11 ay evli oldum. 11 ay evli oldum və onun xəbəri gəldi ki, bəs o insan öldürülüb. Kim tərəfindən? İşi barəsində Həmzə. Qaranlıq idi onun işi zaten. O insan Ondan 18 yaşım vardı, 18 yaşlı qız təzədən 18 yaşında, bəli. Sonra zaten il yarım sonra mən zaten yerdə başqasına əl verildi. bəli. Amma öz sevdiyim insan oldu. Özümün qərarından oldu. Artıq çünki insan həyatdakı o yaşadığı şeylər insanı elə bir şilləliyə ayıldır, böyüdür. Mən biraz tez böyüdüm. O deyir, nə yatdım, nə yuxu gördüm. Mən yaşamadım. Yaşamadım. Uşaqlıq. Biz qadın xoşbəxtliyini ailə quran Ailə qurduğum ailədə yaşadım. Qadın xoşbəxtliyi deməyək, öz qərarımla heç olmasa, yəni sevdiyim oldu, qərar verdim, onunla ailə qurmaq istədim və artıq özüm döndüm ailəmə, dedim ki, siz qarışmayacaqsınız artıq bundan sonra. Səhvim belə olsa, mənim səhvim olsun. Zaten 5 il evli qaldıq və ayrılıq olanda da mən heç kim mənə heç nə deyə bilmədi və özümün qərarından rahatım, mənim qərarımdır. iki tərəfli anlaşma. Oldu, bitdi, anlaşılmamazlıq bitdi. Özün üçün asmaq mı oxuyursan? Yandırat resimlerimi bir uzatmadan. Yandırat ne varsa bize ait. Her şey utanmadan. Ölürem ben elə bil. Her gün her an. Yandım Allah'ım. Ah nece yandım. Atabilirsən mi? Atabildin mi? Çalışırım. İki güzel var böyürsən. Sənətdəsən, səhnədəsən. Gün gələcək bir müvazılar çalınacaq, onlar da gedəcək. Düşünürsən o gözünün önünə gəlir mi? Çox qorxuram. Allah tüm balaları xoşbəxt eləsin. Ən gözəl yazılar balalara yazılsın. Ən gözəl xoşbəxtliklər. Yəni çox həssasam evlad barəsində. Əziyyət çəkmirsən ona görə. Məsələn, övladları necə görsən gələcəyini? Özümü öldürsəm də Həmzə, onlar da musiqi həvəskardır. Amma mən başqaları kimi demərəm ki, mən istəmərəm evladım sənətə gəlsin. Yox.
Bu yolun, bu sənətin gözəl anları da var. Çox gözəl. Yəni çətindir, amma əziyyətidir. Onların da arzusudur. Görürəm, biri rəqslə bağlı, biri oxumaqla bağlı. Mən onların hər bir qərarında övladlarımın yanında olacağam. Bu qədər əziyyət çəkmisən bu sənətdə. Aha. Məsələn, onlar da əziyyət çəkəcək. Allah mənə güc qüvvət versin, mən onların yanındayım. Əlimdən gəldiyi qədər onları büdrəməyə qoymayacağam. Mən onların arxasında, yanlarında qarar. Yəni arzularını heç olmasa qoymayacağım yarım. İndi bəlkə də uşaqdılar, bəlkə də görürlər, həvəs birinin 11, birinin 10. Həvəslərini, yəni bəlkə də sonra dəyişdi onların da həvəsi. Başqa cür oldu. Amma hər bir qərarlarında mən onlara yox deməyərəkdən onların yanında olacağam. Çünki mənim özümün arzum, istəklərim yarım qalıb. Onlara icazə verməyəcəm. Nə geri qaytarmaq istəyirəm. Elə mən Bunları o vaxtki anlarımı kaş ki indi necə sözüm deyirəm, yox, belədir. Kaş ki o vaxt o cəsarətim o vaxt olardı. Hər şeyi sıfırdan gözəl düzəl, yəni yoluna qoya bilərdim. Çox cəsarətsiz olmuşam. Həyat məni pişirdi elə bir. Yaşadığım hər şey, gördüyüm hər şey məni pişirdi. Mən kaş ki indiki ağlım əvvəl olsaydı deyim. İndi qisas alırsan. Alıram. Və alacam da. Çünki itirdiyim ən gözəl vaxtlarım, bəzən baxıram, çox gecdir deyirəm. İndi onu əlim ayağıma bəzən dolaşır. Onları həyata keçirmək üçün vaxtım elə bir azdır deyirəm, çox azdır. Mən gecikirəm, istədiklərimi yoluna qoymaq üçün çox gecikirəm. Amma o da olacaq. Başladın, show biznesdə möhtəşəm bir giriş elədin. Mənə baxma. Mənə bax. Nə verdi sənə mənə bax? Mənə bax öz yolunda sevildi. Yəni hətta belə deyim, biraz indi özün də görürsən, reklam çox önəmlidir həmzə. Əlbəttə ki. Yəni bəzən mahnı, bu ifa etdiyim mahnıları mən ifa edəndə hardasa deyirlər, ay nə qəşəng mahnıdır bu. Mənə baxıb bilirlər. Yəni o biri mahnılarda ay nə biz niyə eşitməmişik? Yəni əlimdən gəldiyindən artığını biraz da tək əmək həmzə. Bax sənə bir sual verəcəm də. Mənə baxda Röya xanımın biraz efirlərdə də göründüyü sənin. Göründü. Dəstəyi də oldu. Oldu, sağ olsun. Ondan sonra kimi özün mü aparmadın yoxsa? Dediyim kimi həmzə reklam əlimdən gəldiyini edirəm. Yəni gücüm yetəni edirəm. İndi baxıram çox fərqlidir indi o reklamda olan. Səbəb nədir səncə? Valla indi insanlar daha belə qeyri-adi, maraqlı bir şeylər axtarırlar. Baxıram, tərzim də deyil o marağında olduğu şeylər, mənim tərzimdə deyil. Söhbət indi YouTube-da trenddə olan bayağımanlara gəlir də yəni. Bəli, bəli. Belə oxusan pul qazana bilməyəcəksən, tələbatda olmayasan, burası da var. Qazanmağı düşünsəydim həmzə, elə dediyin o yolda olardım. Qəşəng yerə toxundun sən. Bu bayağı deyirsən də, bayağı oxuyan tərz. İndi keçiblər baxıram bizim oxuduğumuz tərzə də. Amma oxuduqları tərzdə qalsınlar, toxunmasınlar bu tərəfə. Çox bərbad alınır. Sən də aslında görə bilərikmi? 6-8 oxuyan kimi. Görəcəksiniz. Oxumağın bir tərzi var da. Bu tərzi görməyəcəksiniz məndə. Özün kimə qulaq asırsan? Öz xalam qızına qulaq asmışam. Gözüm açandan. Çünki tərzimə yaxındır. Səni mən heç vaxt toy aparan görməmişim. Yəni toyda da görməmişim. Biraz çətindir ya. Çox məsuliyyətli işdir toy aparmaq. Toyda iştirak edirəm amma toyun... Yarım saatlıq yəqin sənətçilər sırasında olur. 1 saat, yarım saat olur. Amma məsuliyyətlə toyu aparmaq. Yəni çox çətindir. Toy var, biri var girib
O hə apararam deyənlər var da, girib alt üst edib çıxırlar. O deyil də. Heç başına gəlib ümumiyyətlə bütöv toya idarə eləmisənmi? Yox. Bir dəfə olub. Mən gözləyirəm, müraciət ol. Bir dəfə olub. O da ki, yəni mən yox demişəm. Məcbur qalmışam yəni. O da toya aparmaq mənim üstümdə deyil də. Yəni həmkarımla bərabər idi, amma yəni ondan sonra dedim ki, gördünüz mü? Tövbə eləmişəm ondan sonra. Stop. Toydan çıxanda dedilər, siz bütün toyları belə günə qoyursunuz. Özbək qadın olaraq nə arzulayırsan? Özbək qadın olaraq arzu edirəm xoşbəxtlik. İşimlə bağlı xoşbəxt olmaq istəyirəm. Ən gözəl yerdə özümü görüm. Xoşbəxt olum ki, mən o deyilən sözləri, mənə inanmayan insanları bax belə arxada qoyub güldüm onlara. Bax o günü özümü arzu edirəm. İnşallah. Mən sənə arzu edirəm. Allah sən bu yolda güc versin, Təşəkkür qüvvət versin. edirəm. İstəvə nail olasan, sən Təşəkkür xoşbəxt edirəm. olasan, xoşbəxtliyə layiq dostsan, layiq qadınsan. Təşəkkür edirəm. Və gözündən həmişə yaşadığında xoşbəxtliyindən. Amin. Təşəkkür edirəm. Minnətdaram. Az danışdıq, amma hər şeydən danışdıq. Sən Ətəşə mənim, bildik. sən mənim heç yerdə danışmadığım, demədiyim sözlərimi Danışdın. ürəyimi açdım. Bundan sonra yəqin ki, efirlərdə danışacağam. Minnətdaram sənə bu səmiyyət üçün. Təşəkkür edirəm Təşəkkür sənə. edirəm. İstanbul Meyxanəyə də təşəkkür edirik. Bax bu şəraitə görə görüşərik. Sağ olsan.